Şəvval ayının 6 gün orucunun fəziləti və buna bağlı olan bəzi fiqhi hökmlər barədə Allah Rəsulü sallallahu aleyhi və səlləm Əbu Eyyubun hədisində, Səhih Müslimdə keçən hədisdə deyir ki, kim Ramazan ayını tutar, orucunu tutar, ondan sonra 6 gündə Şəvval ayından oruç tutarsa, bu bir il oruç tutmağa bərabərdir. Yəni 30 gün Ramazan ayından oruç tutmaq, 6 gündə Ramazandan sonraki Şəvval ayından oruç tutmağın 36 günün savabı bir ilin 360 günün orucuna bərabərdir. Çünki başqa bir hədisdə Əbu Hureyranın rəvayət elədiyi Buxara, Müslim və başqa kitablarda keçən hədisdə Allah Rəsulü deyir ki, hər xeyir əməlin mükafatı ən azından 10'dur. Allah bunu istədiyinə 700'ə, istədiyinə ondan da artıq artırır. Və orucun savabı isə Allah Teala deyir ki, mənə aiddir, onun mükafatını özüm verəcəm. Yəni orucda mükafat qat-qat çoxdur. Lakin hər bir xeyir əməlin mükafatı isə ən azından 10 mislindədir. Yəni 36 gün oruç tutmağın mükafatı 10 mislində olduqda 360 o da beləyir bir ilin oruç tutmasına bərabərdir. Bu Şəvval ayının 6 gün orucunun fəziləti barəsində. Amma necə tutulmasına gəldikdə, Ramazan ayından boynunda qəzası qalan, kəsiri qalan, istər qadınlar bilinən haldan asılı olaraq, istər səfər və ya başqa xəstəliklər qadın olsun, kişi olsun. Əgər boynunda qəza qalıbsa, vacibdir ki, birinci qəza tutulsun. Çünki Ramazan tamamlanmalıdır. İki baxımdan. Birincisi, Ramazan fərzdir və fərzi tutmamışdan öncə müstəhəb əməllər, ona bağlı olan müstəhəb əməllər etmək olmaz. İkincisi isə hədisdə gəldiyi kimi kim Ramazanı tutar, ondan sonra Şəvval ayını tutarsa, onun bir il orucu olmuş olur. Yəni xülasə birinci Ramazanın qəzası varsa tutulmalıdır, ondan sonra Şəvval ayı tutulmalıdır.